My family is very kind. Or my family are very kind. My favorite team is the best. Or my favorite team are the best. My class is very clever. Or my class are very clever. Family, team, class bu kimi sözlərə ingilis dilində kollektiv sözlər deyirlər. Yəni həm tək formada, həm cəm formada biz bu sözləri başa düşə və istifadə edə bilərik. Bəs bu necə olur? Hansı situasiyalarda olur? Gəlin bunu danışaq. Əgər söz ümumi bir məfhumu, ümumi bir vahidi bildirirsə, məsələn, ailə dedikdə, ümumi ailədən söhbət gedirsə, iz istifadə edirik. Yox, əgər ailənin üzvlərindən ayrı-ayrılıqda söhbət gedirsə, bu zaman are istifadə edirik. Thanks for watching.